شهر رمضان الذي أنزل فيه القرآن. Bismillahirrahmanirrahim. Həmd olsun aləmlərin Rəbbinə. O Allah ki, insanı şərəfli yaratdı, ona düşüncə və iradə bəxş etdi. Haqqı batildən ayırmağı öyrətdi. Salat və salam olsun aləmlərə rəhbət olan, göndərilən Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləmə və onun pak əhl-i beytinə, səhabələrinə. Bugünkü mövzumuz, bugünkü Ramazan söhbətimiz insanlıq tarixində mühüm rol oynayan böyük şəxsiyyətlər haqqında olacaq. Tarix bizə göstərir ki, cəmiyyətin tərəqqisi, davamlılığı və böyük şəxsiyyətlərin mövcudluğu ilə bağlıdır. Onlar imanları, əxlaqları, ədalətləri ilə, elmləri ilə cəmiyyətə rəhbərlik etmiş, haqqın nurlu yolunu insanlara göstərmişlər. Bu mövzu haqqında ki, bəhslərimiz ki vardır, şəxsiyyətlər, peyğəmbərlər, alimlər, salih rəhbərlər, insanları Allaha yönəldən, doğru yola istiqamətləndirən şəxslərdirlər onlar. Onların mövcudluğu bir binanın sütunları kimidir. Necə ki, sütunlar möhkəm olarsa, bina da sabit olar. Eləcə, cəmiyyətdə əxlaq və ədalət sütunlarını qoruyan şəxsiyyətlər möhkəm olduqda, bu cəmiyyət heç vaxt sulta uğramazlar. Quran-ı Kərimdə buyurulur ki, Rəsulən mübəşşirinə və munzirinə ləəllə yəkuna linnəsə aləllahi hüccətən bə'də rəsulə və kanəllahu azizən həkimən. Buyurur, biz peyğəmbərləri insanlara müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndərdik ki, elçilərdən sonra insanların Allaha qarşı bir dəlili, bəhanəsi olmasın, heç bir bəhanəsi olmasın. Allah yenilməz qüdrət sahibidir, hikmət sahibidir ki, Quranda Nisa surəsində 167-də biz şahid olur. Bu ayə bizə bildirir ki, Allah Teala peyğəmbərləri insanlara yol göstərmək üçün göndərmişdir. Onlar haqqı bəyan edərək insanları düz yola yönəltmişlər. Peyğəmbərlər, onların davamçıları olan salih rəhbərlər cəmiyyətin sütunlarıdırlar. Biz hədisdə baxırıq, İslam Peyğəmbərimiz buyurur, İzamətən aləmu sulmən fil İslamı sulmətən lə yəsduhə. Onlar haqqı bəyan edərək insanları düz yola yönəltmişlər. Peyğəmbərlər və onların davamçıları olan salih rəhbərlər cəmiyyətin sütunlarıdırlar. Biz hədisdə görürük, İslam Peyğəmbərimiz bu cüründən vuruluyor. İzamətən aləmu sulmən fil İslamı sulmətən lə yəsduhə şeyhun. Bir alim dünyasını dəyişəndə İslamda elə bir boşluq yaranar ki, onu heç nə doldura bilməz. Bu hədisdən biz bu cürdən anlaya bilirik ki, elm və irfan sahibləri cəmiyyətin dayaqlarıdır. Onların vəfatı cəmiyyətdə böyük boşluqlar yaradır. Elə isə biz iman, elm və əxlaq sahibi olan böyük şəxsiyyətlərə dəyər verməli, onların izindən etməliyik. Biz nəticəyə gəldikdə böyük şəxsiyyətlər bir millətin, bir ümmətin ruhudur. Tarihin hər dönəmində belə insanlar olmuşdur. Həzrəti İbrahim aleyhisselam, Həzrəti Musa aleyhisselam, Həzrəti İsa, Həzrəti Muhammed sallallahu aleyhi və səlləm və onların yolunu davam etdirən salih alimlər və rəhbərlər. Əgər cəmiyyət onlara tabi olarsa, əmin olmalıyıq və ədalət bərqərar olar. Ramazan ayı bizə bu dəyərli insanların həyatından ibrət götürməyi öyrədir. Bu ayda həm özümüzü tərbiyə etməli, həm də cəmiyyət üçün faydalı olmağa çalışmalıyıq. Ey Allahım, bizi elm və hikmət əhli et, bizi müttəqi və salihlərdən eylə, bizə düz yolunu göstər və bizi salihlərlə birlikdə qərar ver. Rəhmətinlə bizə inayət et. Ey rəhm,
edənlərin ən rəhimlisi.